Ha. Ne derdim? Ha. O bu zapıdakı olan o peçi. Option elə oldu ki, getdim bir dənə zapı aldım. Yəni çox gülməli qiyməti 50 manata, 50 manat yox, 30 manata, option endirimlə 25 manata aldım. Onun da nardırında bir dayı var idi. Biz el arasında mürdəşir deyirik də. Yəni cənazə yeyən bir dayıdır. Ondan aldım. O zapı çox interesant bir zapı idi. Nə mənada? Onun məsələn belə deyim, bu böyrdə kantlar var, yəni bilənlər bilir. Bu kantlar nikel değildi. Böyle zanent fason bir şeydi. Zanent fason bir şeydi. Ha. 10 manaydı. Yani eksport falan bir şeydi. Mən belə başa düşdüm. Onun da her şeyi var idi. Her bir şey işliydi. Zor da bir nömrəsi var idi. 888 axırı 10 manaydı. Ortasını demirəm. Nəsə o nömrə başqa adam aldı. Belə deyim. Mən başqa nömrə vurdum üstünə. Belə. Sözüm nə gətirəm? Ha, bir də nə deyirdim? Ha, bir də bunda bunlar o vaxt veteranlara verilmişdilər, bilənlər bilir. Bunun qaz tormuz roldaydı da. Biri var ayda olan mutlaka qaz tormuz ayaqda pedal. Bir də var ki əldə olan. Mən nə deməsəm, bax BMW məs həmin necə deyirlər? Nə deyirlər ona? İxtiranı bu zapıdan mən deyərdim götürübdür. Ondan sonra bu BMW-lərdə çıxdı da o plus minus o rolda olan. Yəni bir növ yəni ona oxşar bir şeydi. Nəsə. Xülasə belə nə deyirdim? Hə. O zaman o vaxtlar 2011-2012-ci ildə bu vaxtlarda zapı sürən qaqaşlar var idi. Bizim özümüzün bir kulüp fason bir şey var idi. Kulüp deyəndə mən deyərdim ki, bir də bunu deyim. Mən deyərdim ki, Azərbaycanda bəlkə birinci dəfə bu kulüp temasının, mövzusunun məhz Sovet sürənlər ərsəyə gətirdi. Bax, bir zapı sürənlər, bir də 06, 07, 011 sürənlər. İndi o bilirsiniz də o 5 mərtəbə rəhmətli Cabir, Hamlet falan. Onda amma belə klub anlayışı yox idi. Daha hamı bilirdi, yığışırdı 5 mərtəbəyə. Onlar da görüşürdülər zənglə falan. O vaxtda belə TikTok, nə bilim, WhatsApp falan zat yox idi. Hə. Ola görüşürdülər. Olsun, şəhərdə hoqqa verdilər. Ondan sonra demək, səhv eləməmsə 2014-13-də mən 2016 neçənci ildə mən satdım zapını. Çox baha qiymətə 250 manata satdım. Nəsə ondan sonra artıq zapıya başım bıraxdım. Başqa işlərə yönəldim. Zapı sevdasından uzaqlaşdım. İnşallah fikrimdə var ki, pul olsa, pullarında pul var ya, sadəcə və biraz iş güc imkan vermir. İş gücdən aid ola bilsəm, bir dənə aslında alır, ideal yığacam. Ona da inşallah sıfırdan videolarını çəkib, yığılmağın istəyi göstərəcəm. Aslında bizim vaxtımızda zapı sürənlər vardı. İndiki o maraq yoxdur zapı sürənlərə. Məsələn, o vaxt var idi Haşhaş 252, Maloşin rəngdə qaqaş sürürdü. Bu da 233 var idi. Ondan sonra bir dənə Zabratda var idi. Vishnov da yox idi. Rubin rənginə oxşar bir rəngində. Yəni qırmızı da belə deyək. O zapının içində olan şərait, yəni deyərdim ki, o vaxt hələ maşında yox idi. Android monitor falan, nə bilim, sidenkalar, maraqlı sidenkalar var idi. Bilməm nə sidenkalar idi. Tavan, yəni zavod zapıdan heç nə qalmamışdı. Yəni qaqaş konkret yığdırmışdı. Özü də desən dövlət içində işləyirdi. Adlar yadımdan çıxıbdı. Hə, sonra bir dənə biz zapı aldıq o vaxt. Daha doğrusu dayıoğlum aldı. Təsəvvür edin ki, yaşlı rəngdə bir dənə zapı idi. Yaşlı rəngdə. Getdi ki,
zapın içinə banka balon yığıblar. Təsəvvür edin, banka balon. Nəysə, banka balonu boşaltdıq, 50 manat almışdıq, indi kim yadımda. O da dayağım gətirdi. Bilməm neynədi. Bir dənə motoru qalmışdı, korobkası qalmışdı. O da dedi ki, şey yığacağam, kvartosikildir, nədir ondan 4 təkərli. O da nəsə motoru ideal yığdı yığmağına. Sadəcə olaraq sonra nəsə pul lazım oldu, satdı. Bilməm 150 manat neçə satdı, amma ideal yığmışdı. O vaxtda hələ bu Azərbaycan falan mən daha doğrusu yəni hələm tanınmamışdı da belə. Sonra indi bu TikTok, Instagram çıxandan sonra Azərbaycanda tanındı. Buradan da ona salamlarımı göndərirəm. Gözəl sənətkardır. Biz bir dənə elə bir zapı motoru yığmışdıq. Bunlarda məsələn çox 968 var, 968M var. İndi bilənlər bilir, indi bilməyənlər üçün də deyək. Bu M yəni modifikasiya gedir də, yəni modelləşdirilmiş. O adi 968-dən bunun fərqi nədir? Motorlarında fərq vardır. Məsələn, o 968 olan 30-luq gedir, yəni 30 at gücü. M olanda 40 at gücü belə gedir. Plusdakı bu yanlarındakı hava deşiklər var. Məsələn, bunlarda fərqli gəlir. Belə. Sonra məsələn bunu biz nə edirdik? Yayda qızdırmasın deyə balaca şüküflər var idi. Ondan alıb taxırdıq. Dövrəyə sayı çox alırdı. Motor ilə ki tez soyutmaq üçün. Sonra